Salamünaleyküm, hər vaxtınız xeyir olsun. Mən Paşayev Arif Davadoğlu, Şabaran rayon sakini, Azərbaycan Respublikasının vətəndaşı. Mənim buradan müraciətim hörmətli prezidenti cənab İlham Əliyevədir. Şikayətim də reestr xidmətindəndir. Mən 1995-ci ildə aldığım yarımtikiliyə 30 il bundan qabaq aldığım yarımtikiliyə tikib qurtardırılmışam. Və 5 ildir istəyirəm ki, həmin evimə çıxarış alım və bu çıxarışı mənə reestr xidməti vermir. Səbəb də evimin yaxınlığından yüksək gərginlik xəttinin keçməsidir. Bu qərar da 2005-ci ildə çıxıb. Mən də reestr xidməti deyirəm ki, bu qərarla mənim evimin tikilməsinin arasında 10 il fərq var. Mən 10 il qabaq almışam, bu evi tikmişəm. Mənə bu əsas düşmür ki, mənə verəsiniz. Bir də ki, cənab prezidentimizin 2015-ci il yanvar ayının 13-cü 4 fərmanına əsasən 1992-ci il yanvar ayından 1995-ci il dekabr ayına Xalq Deputatları Sovetçi qərarı əsasında torpağı və tikinti əldə edilibsə, oraların yaxınlığından hər hansı bir yüksək gərginlik xətti, ya qaz xətti, ya su xətti keçirsə, bu evlərin çıxarışının verilməsində heç bir maneçilik törətmir. Bir də 2020-ci il 11 fevral 40 nömrəli qərar var. Nazirlər Kabinetinin qərarı var. Bu qərarı, Nazirlər Kabinetinin bu qərarının əsasında mənə evimin çıxarışının verilməsində heç bir problem yoxdur. Mən bu iki sənədi reestr xidmətinə göstərilsəm də, onlar deyir, bu qərarlar əsasən düşür sənə. Nazirlər Kabinetinin qərarının əsasında, prezidentin sərəncamının əsasında düşür sənə. Ancaq biz bunu sənə verə bilmirik, ona görə ki, bizi öz sədrimiz var. Sədrimiz tapşırıq verir ki, yüksək gərginlik xətti keçən ərazilərdə olan evlərə çıxarış verməyin. Mənim də evimin xətti arasında məsafə 11 metrdir. Mən 2 il bundan qabaq çox gediyərdən sonra biraz sözüm düz gəlmədi reestr xidmətindən, onun haqsızlıqlarla, mən onunla haqsızlıqları haqqında Respublika prokuroruna şikayət edəcəyimi söylədim. O da mənə qayıtdı ki, Respublika prokuroruna eləməyəcəksən ki, prezidentə şikayət elə. Bizim heç nədən çəkinəcəyimiz yoxdur. Mən də çaşıb qaldım ki, belə deyirsə, bu heç kimdən qorxmur. Bu prezidentə deyirsə, geç şikayət edir. Ancaq bu prezidentdən də qorxmur, prokurordan da qorxmur. Mən nə edeyim? Çox spordan sonra deyir ki, biz sənə bir şərtlə verə bilərik. Biz Azərbaycan Respublikası Azərenerji Açıq Səhmdar Cəmiyyətindən, Xaçmaz Regional Elektrik Şəbəkəsindən bizə bir arayış alı gətirir ki, onlar sənə evin texnik pasportun çıxarışını verilməsini etiraz eləmirlər. Əgər o arayışı sənə verirsələr, biz sənə çıxarışı verərik. Mən də 2022-ci ildə nazir gəlmişdi, Pərviz Şahbazov, energetika naziri. Dekabrın 15-də 2023-cü ildə oldum onun qabulunda. Bu məsələni orada açıqladım. Dedim, belə bir dərdim var və mənə kömək eləmənizi xahiş edirəm. O da mənə qulaq asana söz deyir, ağsaqqal. Biz öz adamlarımızı göndərərik. Bir də baxış keçirərlər sənin evinə elektrik xəttləri arasındakı məsafəyə. Onlar nə qərar verəcəklərsə, çalışaraq sizə kömək eləyir. Allah canı sağ eləsin nazirimizin, Pərviz Şahbazovun. Allah var eləsin onu. Hər kəsə sözünün üstündə durdu. Səhərsi gün Xaçmaz regionaldan mütəxəssislər gəldi və mənim evimlə işıq xəttinin arasında məsafəni ölçdülər, büstülər. Dedilər, Arif, sənin evə çıxarışın verilməsində heç bir problem yoxdur. Çünki məsafə çoxdur burada. 11 metr məsafə var. Bu Nazirlər Kabinetinin qərarına əsasən də uyğun gəlir. Çünki 2020-ci il 40 nömrəli qərara əsasən orada yazılır ki,
110 kilovatlıq hava xəttinin kənar nəqillərdən onların ən böyük meyllənməsi zaman istismarlat, anbar, inzibati, mərkəz və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 4 metrdən az olmamalıdır. Yəni ki, bu qərara əsasən də, bir də prezidentimizin qərarına əsasən sənə düşür və səndə heç bir problem ola bilməz. Çıxarışın verilməsində. Onlar bir bahanədir, onlar eləyir sənin üçün. Və onlar mənə həmin bu elektrik xidmətinin istədiyi arayışı mənə təqdim elədilər. Və bu arayış, bu da bir peçat və həmin arayışın axırıncı sətirlərində belə yazılır. 110 kilovatlıq birinci Hakimiyyət hava xəttinin gələcəkdə istismara çətinliklər törətmədiyinə görə yaşayış evinə çıxarışın və texniki pasportun verilməsinə etiraz eləmirik. Və mən bu arayışı götürdüm, getdim reis xidmətinə, onlara göstərdim. Onlar da gördülər, hə, arayışı almışsan, lab yaxşı. Ancaq bizdən incimə biz sənə bu verə bilməyəcək bu çıxarışı. Yenə dedilər ki, biz sədrin göstərişini poza bilmərik və biz sənə görə öz vəzifəmizdən ola bilmərik. Cənab Prezident, onlar nə Nazirlər Kabineti qərarına qulaq asdılar, nə əməl edirlər, nə də sizin verdiyiniz fərmanları yerinə yetirirlər. Nə sizin fərmanlarınızı saydılar da açığı doğrusu çəkinmədilər. Mən dəfələrlə dedim ki, prezidentdir bu. Prezidentin fərmanıdır. Mənim fərmanım deyil ki bu. Dövlətimizin, böyüyümüzün fərmanıdır bu. Siz dövlətimizin, dövlət başçımızın fərmanına əməl eləmirsinizsə, siz niyə bəs sədrinin göstərişinə əməl edirsiniz? O ki, hamımızın böyüyüdür. Bütün məmurların, bütün dövlət orqanlarının böyüyüdür. Onun fərmanı əsasında, onun qanunları əsasında bu dövlət idarə olunur. Nə əməl eləmişsiniz? Dedi bizdən incimə. Prezident fərman verirsə də bizim rəisimizin göstərişi və biz onun göstərişini poza bilmərik. Və mən məcbur oldum bu illəri mart ayının 7-si vice-prezidentimiz Mehriban xanım Əliyevanın qabulunda oldum. Və orada da dərdimi açıqladım ki, və haqqısa belədir. Mənə bu çıxarışı vermirlər. Qanunlar mənim tərəfimdə də olsa, vermirlər. Orada məni qəbul edən şəxs, o da baxdı arayışlara, məni dinlədi. Qanunla sənə düşür, prezidentin qanununa əsasında, Nazirlər Kabineti qərarına əsasında düşür. Əlində bu arayışın da var, Energetika Nazirliyinin arayışı var səndə. Və sənə naha yeri olaraq vermirlər, sənə naha yeri incidirlər. Bizim köməkliyimiz sayəsində hər halda sən bunu, bu çıxarışı alarsan, deyə də arxayın ol. Mən evə gəldim, 2 gündən sonra mənə Bakıdan Əmlak Komitəsinə zəng atdılar ki, bəs sənin şikayətin var. Bəs bizdən, çıxarış almaq üçün biz onsuz onu sənə verə bilmirik. Biz sənə imtina vermişik, onsuz o sənə o çıxarış barədə və təzədən mənə yenə də imtina verdilər. Ona görə buradan mən sizə müraciət edirəm, cənab prezident, ki, mənə bu çıxarışın verilməsində kömək eləsiniz. Çünki mənə burada, rayonumuzda, icra hakimiyyətində mən kömək istəmişəm. Oradan da mənə dedilər ki, bizim heç bir səlahiyyətimiz çatmır, reis xidmətinə göstəriş verməyə və biz sənə heç bir köməklik eləyə bilmərik. Mənə reis xidmətindən dedilər ki, bir də əgər sənin evində şəhid olsaydı, ya qazi olsaydı, biz sənə yeni köməklik eləyə bilərdik və bu çıxarışı verə bilərdik. Halbuki sizin evinizdə nə şəhid var, nə qazi var. Allah şəhidlərimizi qənim edin, rəhmət eləsin. Allah qanuncularımızın canını sağ eləsin. Dövlətimiz uğrunda vuruşublar, şəhid olurlar, qazi olurlar. Olan qabağında boynumuz qıldan incidir. Allah kömək olsun qazilərimizə.
İndi mənim evimdə şəhid yoxsa, qazı yoxsa, mən evimə çıxarış almalı deyiləm mi? Orada heç bir qanunda yazılmır ki, kimin evində şəhid qazı yoxsa, onlara çıxarış verməyin. Cənab Prezident, sizin verdiyiniz fərman mənim evimin çıxarış verilməsinə əsasdır. Nazirlər Kabinetinin verdiyi qərara çərçivəsində mənim evimə çıxarış verilməsi düşür. Ancaq bunlar mənə heç biri bu çıxarışı vermirlər. Cənab Prezident, bir daha sizə müraciət edirəm. Bir daha sizdən xahiş edirəm. Bu reis xidmətindən ancaq siz olan açısından gələ bilərsiniz. Mənə kömək edin bu çıxarışın verilməsində. Bu dövlətin arxasında siz dayanmışsınız. Bu cəmaət sizə arxandır. Bu xalq sizin arxanızdadır. Biz həmişə sizin arxanızdayıq, həmişə sizə kömək olmuşuq. Bu dövləti də, bu dövlətçiliyi də ancaq siz gözəl idarə edirsiniz. Bu torpaqlarda sizin sayənizdə, bu xalqın sayəsində ermənilər əlindən qurtarırlar. Allah sizə can sağlığı versin. Allah sizə uzun ömür versin. Allah dövlətimizin üstünə əksik eləməsin. Xahiş edirəm. Bu reislik xidmətinin mənim canımı qurtarın. Mənə bu araşın, bu çıxarışın verilməsinə kömək edin. Allah sizə can sağlığı versin, Allah sizə var versin. Sağ olun, var olun.